Son 5 ildə Azərbaycanda neft hasilatı 9 milyon tondan çox azalıb. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu barədə məlumat Azərbaycanda neft hasilatı ilə məşğul olan şirkətlərin açıqladığı göstəricilərdə yer alıb. Bildirilir ki, 2019-cu ildə neft şirkətləri 37,4 milyon ton qaz kondensatı ilə birgə neft hasil ediblər. Bu göstərici 2024-cü ildə 28,3 milyon tona düşüb. Ən böyük hasilatçı şirkət olan BP Exploration Ltd-də hasilat 26,3 milyon tondan 16,8 milyon tona inib. Azərbaycan Dövlət Neft Şirkətinin hasilatı 6,3 milyon tondan 6 milyon ton səviyyəsinə düşüb. BP Exploration Limited şirkəti isə hasilatını 3,5 milyon tondan 4,2 milyon tona yüksəldib ki, bu da son 5 ildə 640 min tonluq əlavə hasilat deməkdir. Orta həcmli şirkətlər arasında da fərqli mənzər ortaya çıxıb. Balaxan Operating Company hasilatını 251 mindən 305 min tona, Ümid Babək Operating Company isə 139 mindən 274 min tona qaldıra bilib. Lakin digər bir çox şirkətlərdə azalma baş verib. Azərbaycanda neft hasilatı ilə məşğul olan şirkətlərin 2019-2024-cü illərdə hasil etdikləri neftin miqdarı belə olub.